Bakının 20 yanvar dairəsində avtomobillərin sıxlıq təşkil etdiyi ərazidə işıqfor quraşdırılıb. İndiyə qədər həmin ərazidə işıqfor olmadığından günün pik saatlarında hərəkət yol polisi tərəfindən tənzimlənirdi. 4 ədəd işıqfor artıq bir neçə gündür ki, dairənin bir neçə istiqamətində quraşdırılıb, amma hələ ki onlar işləmir. İşıqforların quraşdırılmasında məqsəd isə xüsusən də günün pik saatlarında 20 yanvar dairəsi ətrafında yaşanan sıxlığın qarşısını almaqdır. Yeni quraşdırılan işıqforların yaxın vaxtlarda işə salınacağı bildirilir. Hər gün 20 yanvar dairəsindən keçən sürücülərin işıqforların tıxac problemini azaldıb azaltmayacağı ilə bağlı fikirləri bilmənalı deyil. Mən elə başa düşürəm, sıxlığın qarşısı çətin alınır. Amma hər halda hər kəs özü yolun biləcək də orada. Qırmızı işıq deyəcək ki, buna dayan, o dayanacaq. Amma indi orada polis dayanıb. Hər zaman polis dayanıb, polis ağacın qaldırmasa heç kim saxlamır. Amma qırmızı işıq olsa yəqin ki, saxlayacaq. Nabara sıxlıq çoxalacaq. Niyə? Çünki burada dayanmadan keçirdin. Amma indi gözləyəsən 10 saniyə, 20 saniyə mümkün deyil. Nabara o svetofor qoyulmağı probkanın yaranmağına səbəb ola bilər. Burada ən yaxşısı o qayının orada dayanmaqdır, çaspik vaxtı. Yoxsa burada svetofor kömək edən deyil. Qırmızı yanıcı maşın dalı hara gedib çıxacaq? Sən təsəvvür elə də. Orada qırmızı yanıcı bir maşın dalı o tərəfə. Burada dəqiqədə burada maşın əmələ gələcək. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Həsədov Xəzər xəbərə bildirdi ki, körpünün ətrafında işıqforlar həmin ərazidə tıxacları azaltmaq məqsədi ilə quraşdırılıb və bir neçə gündən sonra həmin işıqforlar işləyəcək. Əgər sürücülərin dediyi kimi sıxlığın qarşısını almazsa, işıqforlar ərazidən götürüləcək.